Salam əziz treyderlər və investorlar. Səninlə Guru Markets korporasiya haqqında ümumi məlumatdan başlayaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Tədqiq olunan təşkilatın hər bir parametrini daha dərindən öyrənə bilərsiniz. İndi biz şirkətin əsas fundamental göstəricilərinə baxacağıq. Jumping World Holdings Inc. ticker JHEY. Bu icmal 25 Mart 2025-ci il tarifinə olan məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifata görə Guru Markets şirkət Jumping World Holdings Inc. alt kateqoriyaya aiddir. Rest Jumping təhlildə 19 təşkilat iştirak edir. Bu kifayət qədər təmsilçidir. Verilən qərarları bu videonun sonunda görəcəyik. Şirkət üçün ümumi nəticə belədir, 10 baldan -5,5. Alt kateqoriya üzrə orta nəticə 2,5 bal. Çox geniş baxsanız, bütövlükdə ABŞ bazarında. Ümumilikdə ABŞ fond bazarı üçün orta nəticənin 1,9 bal olduğunu görə bilərik. Üçün -5,5 xalla qarşı Jumping World Holdings Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Jumping World Holdings Inc. və alt kateqoriyalı şirkətlər. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görə bilərik. Jumping World Holdings Inc. -29,8% dinamika göstərib. Alt kateqoriyada qiymət dəyişikliklərinə qarşı -26,6%. Bu qətiyyən heç nə demək deyil, amma bu faktı yadda saxlamaq lazımdır. Şirkətin bazar kapitallaşması Jumping World Holdings 1,81 milyard dollardır. Və alt kateqoriyanın kapitallaşması 19 milyard dollardır. Jumping World Holdings Inc. 9,639% paya malikdir və alt kateqoriyada orta şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,33 milyard dollardır. 13 milyard dollarlıq alt kateqoriyanın balans kapitallaşması ilə Jumping World Holdings Inc. payı 2,412% təşkil edir. Birjanın işğal olunmuş səhmlərini və balans dəyərini müqayisə edərək aşağıdakıları görürük. Paylaş Jumping World Holdings alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 9,639% təşkil edir. Balansın kapitallaşması 2,412% təşkil edir. Bu, bazar kapitallaşma payından 75% azdır. Təşkilatın bazardakı payının və alt kateqoriyanın balans dəyərinin qiymətləndirilməsi, pis, -1 bal. Təşkilatın borc öhdəlikləri 3,627 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti kapitalın 1099,1%-ni təşkil edir. Şirkətin borc öhdəlikləri səviyyəsində nəticə çox pis, -2 bal. Şirkətin səhm qiymətinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriya üzrə orta göstərici isə 534,4-dür ki, bu da alt kateqoriyadakı orta göstəricidən xeyli pisdir. Alt kateqoriya şirkətləri ilə müqayisədə birja dəyərinin göstəricilərinin onun mənfəətinə qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -39 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Bu şirkətin qiyməti üçün pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi yaxşı, 1 bal. Şirkətin gəlir balansına qiyməti 0,3-dür. Alt kateqoriya üzrə orta göstərici 0,5-dir. Bu, alt kateqoriyadan 40% aşağıdır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin fond bazarı dəyərinin gəlirə qiymətləndirilməsi yaxşı, 0,5 bal. Son 12 ayda gəlir 6,100 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Bu, şirkətin perspektivləri üçün çox mənfidir.
Proqnozlaşdırılan gələcək satış həcmlərinin göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, PIS, -1 bal. Marja -0,6% təşkil edir. Alt kateqoriya üçün orta hesabla 0,1%dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 0,7% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış marjasının qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 13,647% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 42% çoxdur. Bu fakt şirkətin mübadilə qiymətindəki balanssızlığı əks etdirir. Jumping World Holdings daha az qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün kapitalın məbləği $138.000. Alt kateqoriyada isə $196.000. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın göstəriciləri arasında fərq 29,6% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkət işçisinə düşən mənfəətin məbləği -$3.000-dır. Alt kateqoriyada orta qiymət $4.000-dır. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 706% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin hər bir işçisi üçün mənfəətin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Şirkətin bir işçiyə düşən satış həcmi $467.000-dır. Alt kateqoriyada $410.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 14%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Satış əməliyyatlarının həcmi 13,7%, alt kateqoriya üzrə orta hesabla 9,8% təşkil edir. Bu qısa sıxılma göstəricisidir. Göstərici ROAS 14 şirkət üçün %43 səviyyəsini göstərir. Jumping World Holdings. Alt kateqoriya üçün isə ROAS səviyyəsi 14, təxminən 41% təşkil edir. Texniki baxımdan alt kateqoriyanın qiymətli kağızları səhmlər kimi kotirovka edilir. Jumping World Holdings. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən $17,72-dır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $27,22-dır. Faktiki təxmin və konsensus proqnozunun dinamikası təxminən 54%dir. Hamı üçün əlçatan olan sifariş cədvəlinə baxaq, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində bu mövsüm informasiya sisteminin qəbul etdiyi bütün qərarlar var. Guru, Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Qiymətli kağızların təhlili nəticəsində Jumping World Holdings. Məlumat və arayış qiymətləndirmə sistemi Guru, Markets qərar qəbul edilir. Bir səhm üçün $17,73 dəyərində bir ticarət açın. Sövdələşmə şirkətin kifayət qədər aşağı reytinqə malik olduğu üçün açılıb. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə yanaşmasından, AKİMin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 15-34 səviyyəsində müəyyən edilmişdir. Stop loss 20-12 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra əməliyyat 24 aprel 2025-ci il tarixindəki ticarətin nəticələrinə əsasən avtomatik olaraq müəyyən edilir. Və ya göstərilən tarixdən əvvəlki son ticarət günündə. Ticker, THO, əsas alış sifarişi olacaq. Əsas sifarişlə bağlı video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma. Başqa bir sifariş avtomatik bağlanır. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün ictimaiyyətə çox sağ olun. Guru, Markets.